hədəf, məqsəd, amac insanın həyatına təhərrüc gətirən, insanın həyatına istiqamət və cəhət verən. Əgər hədəf olmaya, insan üçün həyat artıq dayanar, mənasız olar. Həyatı depresyon əlinə düşər. Bu bərnamədə sizinlə həm hədəfdən danışacağam, həm də insanı bu hədəfə çatdıran vəsilədən. Hədəf insan üçün çox mühümdür. Çünki onun bütün təlaşlarına doğru cəhət verir və onu qadir edir ki, münasib vəsilələr təyin edib bu hədəfinə yetişsin. Amma zamanlar da olur ki, insan o qədər vəsilə ilə məşğul olsun ki, hədəfin özü artıq yaddan çıxsın və vəsilə özü hədəfə dönsün. Mənim gümanıma görə bu elə o müsibətdir ki, bu əsrimizin insanlarının başına gəlir. İnsanlar indi özlərini cürbəcür qanunlarda, cürbəcür şəriətlərdə o qədər əsir ediblər ki, bu qanunların, bu şəriətlərin nə üçün olduğu artıq yaddan çıxıb. Qoyun İncildən siz üçün bir mətləb oxuyun. O zaman görərsiniz ki, hətta Tanrının qanunları da insanı azad etmək əvəzinə eləyə bilər ki, onu daha çox əsarətlərə salsın. Mərqos İncilinin 2-ci fəslində belə yazır. Qoyun İncilin özündən sizə oxuyun. Bir gün İsa səbbət günündə şagirdləri ilə əkinlər arasından keçirdi. Keçəndə şagirdlər sümbülləri dərməyə başladılar. Fərisilər ona dedilər, bax, səbbət günündə caiz olmayan işi nə üçün görürlər? İsa onlara dedi, aya heç oxumayıbsınız ki, Davud və onunla ac olanlar ac və möhtac qalanda nə etdilər? Necə Davud baş kahin Əbyatarın zamanında Tanrının evinə girib Tanrıya təqdim olunmuş çörəyi yedi və onunla olanlara da verdi. Halbuki onları yemək kahinlərdən başqa heç kəsə caiz deyildi. Və İsa onlara dedi, insan səbbət günü üçün yox, səbbət günü insan üçün olub. Buna görə insan oğlu səbbət gününün də sahibidir. İsa'nın bu sözü mümkündür bizə elə də əcib görünməsin. Amma danışdığı yəhudilərə belə deyildi. Onlar üçün bu sözdən böyük bir üsyan əlaməti çıxırdı. Doğrudan da İsa belə bir söz deməklə istəyirdi nə desin? Aya istəyirdi Tanrının müqərrər etdiyi günü pozsun? Qoyun səbbət günü haqqında biraz izah verim. Səbbət günü bizim şənbə günümüzdür. Tanrı bütün kainat və insanı 6 gündə yaratdı və yaratdıqlarından razı olub xilqət işindən aram tutdu və 7-ci gün müqəddəs kitab deyir ki, istirahət etdi. Baxın, Tanrı xilqət işindən yorulmamışdı ki, istirahət etməyə məcbur qalsın. Aram tutmaq və istirahət kəlməsi bizim güman etdiyimiz mənada deyil. Kitabın əsl dili İbranidə bu kəlmə şalom sözüdür. Tanrı xilqət işini başa çatdırdıqda hər şeyi
gözdən keçirilir və görür ki, hər şey öz yerində doğru düzgün bir şəkildədir və Tanrının planladığı kimi işləyir. Hər yerə şalom sakin idi. Və bu şalom Tanrının vücuduna da şalom tökür. Şalom o aramlıqdır ki, insanın vücuduna o zaman hakim olur ki, insan həyatının hər yerinə baxdıqda hər şeyi öz yerində doğru olduğunu və düzgün bir şəkildə işlədiyini görür. Bu şalom sözü, əzizlərim, bizə qərib bir söz deyil. Çox da aşina bir kəlmədir. Biz hər gün bu sözü dəfələrlə bir-birimizə deyirik. Şalom sözü bizim dilimizdə elə həmən salam kəlməsidir. Biz hər gün bir-birimizə salam verəndə həqiqətən bunu deyirik ki, istəyirəm ki, həyatımda hər şey doğru düzgün bir şəkildə olub işləsin. Birinə salam verdiyimiz zaman məqsədimiz budur ki, salam verdiyimiz adamın həyatına şalom, yəni Tanrının istədiyi nizam hakim olsun. Həyatının hər qisməti necə ki gərəkdir işləsin. Tanrının insana istədiyi də elə bu idi. Buna görə də Həzrəti Musaya əmr etdi ki, Yahud xalqı 7-ci günü ki şənbə olsun, müqəddəs sayıb hər işdən aram tutsunlar və icazə versinlər ki, həyatlarına şalom hakim olsun. Tanrının məqsədi bu sözdən bu idi ki, insan bu gündə, səbbət günündə, şənbə günündə həyatında olan rabitələrini göz qabağına gətirsin və görsün ki, aya həyatında, xüsusən də bütün rabitələrində hər şey düzgün, hər şey doğru bir şəkildədir ya yox. Həm Tanrı ilə olan rabitəsində, həm də başqa insanlarla olan rabitəsində. O zamandan bəri şənbə günü ya da həmən səbbət günü Yəhudilər üçün elə müqəddəs bir günə döndü ki, o gündə heç işin əncam verməsini caiz görmədilər. Bu gündə çalışırdılar ki, ibadətgahlarına ki, onlara kənisə deyirdilər, onlara gedib Tanrının kəlamından oxusunlar. Bunun üçün də İncilin rəvayətində İsa Məsihi şənbə günü kənisələrdə görürük ki, orada Tanrının xoş xəbəri haqqında insanlarla söhbət edir. Bu elə də əcib deyil. Bu gün Tanrı tərəfindən müqəddəs bir gün elan olunmuşdu. Pərverdigar Sina dağında Həzrəti Musaya belə əmr etmişdi. Səbbət gününü yadda saxlayıb müqəddəs gün kimi say. 6 gün çalışıb bütün işlərini gör, lakin 7-ci gün Tanrı Rəbbin səbbət günüdür. Bu gün sən, oğlun, qızın, qulun, kənizin, heyvanın, yanında yaşayan yad elin heç bir iş görməsin. Bunu Çıxış kitabının 20-ci fəsil 8-ci ayəsindən 10-cu ayəsində deyir. Tanrı bu günü onun üçün qoymuşdur ki, Yahud xalqı o gündə həyatlarını göz qabağına qoysunlar. Görsünlər ki, aya həyatlarında hər şey necə ki gərək olaydı, elə o cürdür ya yox. Onlara gərək idi ki, Tanrı ilə olan rabitələrinə baxsınlar və görsünlər ki, aya onunla düzgün bir rabitələri var ya yox. Tanrının kəlamını xatırlasınlar,
onun vədələrini, onun əmrlərini xatırlasınlar və görsünlər ki, aya onun kəlamını Tanrı dediyi kimi keçən 6 gündə yaşayıblar ya yox. Səbbət günündən məqsəd bu idi. Səbbət günü hər 6 gündə bir dəfə insanın həyatını Tanrının istədiyi nizama salırdı. Və beləcə Tanrının bərəkəti, Tanrının bütün nemətləri onların həyatını doldururdu. Müsəlləmdir ki, İsa'nın belə bir niyyəti yox idi ki, səbbət gününü pozsun, necə ki, özü də deyir. O gəlməmişdi ki, Tanrının səbbət gününü pozsun, o gəlmişdi ki, bu günü öz əncamına çatdırsın. Bəs müşkül haradaydı? Sevgisi sensen, ne yaxşı sen varsan, əziz Allah'ım, hayat yolumun çırağısan sen. Şükür olsun sana Tanrım, dünyanın xilası Tanrım, benim mehriban Allah'ım. Şükür olsun sana Tanrım, adımım yollarım seninle olsun. Hayatın mənası anlamısan sen, bütün dünya senin adınla olsun. Gözümün nuru, ışığısan sen. Şükür olsun sana Tanrım, dünyanın xilası Tanrım, benim mehriban Allah'ım. Şükür olsun sana Tanrım. Sevincim, kederim seninle olsun. Dostum, yakınım, ümidum sensen. Koy könlüm həmişə seninle olsun. Dünyanın xilası, Tanrısı sensen. Şükür olsun sana Tanrım, dünyanın xilası Tanrım, benim mehriban Allah'ım. Şükür olsun sana Tanrım, şükür olsun sana Tanrım, dünyanın xilası Tanrım, benim mehriban Allah'ım. Şükür olsun sana Tanrım.
Müşkül haradaydı? Müşkül buradaydı ki, Yahudilər o qədər bu günü müqəddəs tutmaqla məşğul olmuşdular ki, onun nə üçün müqəddəs olduğu artıq yadlardan çıxmışdı. İsa səbbət gününün müxalifi deyildi. Səbbətin haqqında edilmiş təfsirlərlə müxalif idi. Yahud mollaları səbbət gününün necə müqəddəs saxlamağı haqqında cürbəcür təfsirlər yaratmışdılar. Və bu təfsirlərə görə bu qanuna 39 daha qanun artırmışdılar. Məsələn, bir gün İsa Kəfərnahum kənisəsində əli qurumuş bir adama rast gəldi. İsa'nın yazığı gəlib ona dedi ki, ayağa qalxsın və əlini uzatsın. O adam İsa'nın bu dediyini etdikdə əli sağaldı. İsa'nın bu möcüzəsindən təvəqqə edirik ki, ibadət üçün oraya gələn adamların hamısı sevinib Tanrıya həmd etsinlər. Beləcə Pərverdigar yazıq bir adama rəhmətini göstərmişdi. Amma belə olmadı ki. Yahudilərin alimləri sevinmək əvəzinə qəzəbləndilər və bir-birləri ilə birləşdilər ki, necə İsa'nı öldürsünlər. Onların bəhanəsi bu idi ki, İsa bu işi səbbət günündə etmişdi. Onlar bu yazığın əlinin şəfasını görmürdülər ki, onlara görə bu şəfa bir cür iş görmək sayılırdı və səbbət günündə gərək baş verməkdi. Görürsünüz, səbbəti riayət etmək haqqında iki müxtəlif yol. Səbbət günündə İsa sevgi göstərirdi, amma onlar nifrət və qəddarlıq. İsa çarəsiz bir adama yazığı gəlib ona kömək edirdi, amma onlar İsa'nı öldürməyə çalışırdılar. İsa onlardan bir sual soruşur. Səbbət günündə sizə görə nə etmək caizdir? Can qurtarmaq, yoxsa can almaq? Yahud alimləri bu sualın qabağında sakit durdular. Axı, nə deyə bilərdilər? Başqa bir zamanda İsa anadan kör doğulan bir adamla rast gəldi. Dayandı və orada olan adamlara onun vəziyyətini açıqlayıb, onlara özünü dünyanın nuru tanıtdırdı. Sonra da yerə tüpürüb palçıq düzəltdi və o körün gözlərinə sürtüb ona dedi, get Siloam hovuzunda yu. Bu adam gedib yudu və gözləri sağaldı. Yenə də Yahud alimləri irad tutmağa başladılar. Niyə? Çünki İsa bu işi səbbət günündə etmişdi. Anadan kör doğulan bir adamın gözləri açılmışdı. O qaranlıq zindanından azad olmuşdu və bunlar qızıb İsa'nın barəsində deyinirdilər. Bu adam Tanrı tərəfindən deyil, çünki səbbət gününü riayət etmir. Yox, İsa səbbət gününü onlar deyən kimi riayət etmirdi. Necə ki görünürdü, səbbəti necə riayət etmək haqqında İsa'nın əqidəsi onlarınki ilə fərq edirdi. İsa səbbət günü haqqında nə düşünürdü? Gəlin onun bu barədə dediyini təkrar eşidək. İnsan səbbət günü üçün yox, səbbət günü insan üçün olubdur. Və bu elə o mətləb idi ki, o din alimləri onu yaddan çıxartmışdılar.
onlar o qədər özlərini səbbətin özü ilə məşğul etmişdilər ki, onun nə üçün olduğunu yaddan çıxartmışdılar. Bir sözdə, bu ancaq İsa idi ki, səbbəti riayət edirdi. Çünki o, Tanrını sevirdi, kef edirdi ki, Tanrının istədiyini yerinə getirsin. Daim ata pərverdigarın huzurunda ona ibadət edirdi. Məgər Tanrı səbbət gününü bunun üçün qoymamışdı. Amma insanlar, nə deyim ki, özlərini əslinən məşğul etmirlər, ancaq fər ilə məşğuldurlar. Ətrafımızda çox insan var ki, dini fərizələri yerinə yetirməkdə çox da saidirlər. Amma qonşularında olan ac uşaqları yaddan çıxardırlar. Qoca kişiləri, qoca arvadları. Bizim əməllərimiz Tanrının huzurunda, əzizlərim, o qədər də mühüm deyil ki, bu əməllərin arxasında olan niyyətlərimiz, əngizələrimiz Tanrı insanların ürəyinə baxır. Dini qanunlar əgər bizi Tanrının ürəyinə yaxın etmirlər, faydasızdırlar. Bizim üçün lazımdır ki, hər şeyə Tanrının baxdığı kimi baxaq və özümüzü onun ürəyinə yaxınlaşdıraq. Qardaşım, bacım, bir an düşün. İnsan üçün çox rahatdır ki, onu hədəfə yetirən vəsilə əlində əsir olsun. Gəlin, hədəfi yadımızdan çıxarmayaq. Sözlərimə qulaq ver yarəm, fəğanıma bax, fəryadımın səsini eşid ey padşahım Tanrım, çünki sənə dua edirəm. Yarəm, səhər vaxtı səsimi eşid, səsimi səhər vaxtı sənə yönəldib gözləyəcəyəm. Sən pislikdən xoşlanan Tanrı deyilsən, pislik sənin yanında sakin ola bilməz. Kibirli insanlar sənin gözünün qabağında dura bilməzlər. Sən bütün yamanlıq edənlərdən nifrət edərsən. Yalan danışanları məhv edərsən, qan tökən və hiləgər adamdan Rəbb iyrənər.
Lakin mən sənin bol sevginin sayəsində sənin evinə gələcəyəm. Hörmətlə sənin müqəddəs məbədinin tərəfinə səcdə qılacağam. Ya Rəbb, düşmənlərimin səbəbindən öz salihliyində mənə rəhbər ol. Yolunu mənim qabağımda düz et. Çünki onların ağzında doğruluq yoxdur, ürəkləri həlakla doludur, boğazları açıq qəbirdir, dilləri ilə hiylə danışırlar.